Xəzərin qoynunda yerləşən Nargin adası tarix boyu faciələr və qəhrəmanlıqlarla dolu hadisələrin şahidi olub. Xüsusilə Birinci Dünya müharibəsi zamanı Osmanlı əsirlərinin burada yaşadığı dəhşətlər və Azərbaycan xalqının onların xilası üçün göstərdiyi fədakarlıqlar tariximizdə unudulmaz izlər buraxıb. Bu sənədli filmin ikinci bölümündə biz əsirlərin amansız işgəncələrə məruz qalmasını, onların xilası üçün canlarını fəda edən xeyriyyəçilərin, qoçuların və ictimai xadimlərin rolunu araşdıracağıq. Həmçinin bu xilasedici əməliyyatların necə təşkil olunduğunu, o dövrün ictimai-siyasi vəziyyətinin hadisələrə təsirini daha ətraflı təhlil edəcəyik. (1915-17-ci illərdə Nargin adasında minlərlə Osmanlı əskəri aclıq, xəstəlik və ağır şəraitdə ölümə tərk edilmişdi. Onların xilası üçün ilk addımlardan birini atanlardan biri Müsəlman Xeyriyyə Cəmiyyətinin qadın qolunun rəhbəri Sona xanım Hacıyeva idi. O, öz şəxsi təkəsi ilə gecələr türk əsirlərini adadan qaçırırdı. Sona xanım Bakıdakı xeyriyyə şəbəkəsi ilə gizli əlaqə saxlayaraq adadan çıxarılan əsirlərin təhlükəsiz sığınacaqlara çatdırılmasını təmin edirdi. Lakin bu qəhrəmanlığı ona baha başa gəldi. Çar Rusiyasının jandarmeriya idarəsi onu həbs etdi və ağır işgəncələr verərək öldürdü. O, tarixdə bir qadın fədaisi kimi qaldı. Adı isə az qalan odoldu. Onun əzmi və fədakarlığı sayəsində bir çox əsir sağ qaldı və yenidən azadlıq qazandı. Bakının məşhur qoçularından biri olan Qoçu Musa da türk əsirlərin xilası üçün qeyri-adi bir plan hazırlamışdı. O, böyük pendir çəlləklərinin içində əsirləri gizlədərək adadan qaçırmışdı. Bu cəsarətli əməliyyat illər sonra belə xalq arasında rəvayət kimi danışılırdı. Qoçu Musa Bakıdakı digər yeraltı qüvvələrlə əməkdaşlıq edərək bu əməliyyatı planlamışdı. O, həmçinin rüşvətlə bəzi jandarm və gömrük işçilərini ələ alaraq əsirləri təhlükəsiz şəkildə şəhərə daşıyırdı. Tarixçilərin araşdırmalarına görə bu qaçırma əməliyyatı təkcə bir neçə dəfə deyil, dəfələrlə həyata keçirilmiş və onlarla türk əsirinin həyatını xilas etmişdi. Nargin adasında Osmanlı əsirlərinə çar məmurları və erməni həkimlər tərəfindən insanlığa sığmayan işgəncələr verilirdi. Bu barədə Nəriman Nərimanov Hümmət qəzetində yazır və Bakı Sovetinin ilk iclasında çıxış edərək bu dəhşətləri açıq şəkildə bildirirdi. O qeyd edirdi ki, 10.000 əsirdən yalnız 2.000 sağ qalmışdı və onlar da ölümcül xəstə idilər. Nərimanovun çıxışı böyük rezonans doğurdu. O, bu faciəni təkcə Osmanlı əsirlərinə deyil, eyni zamanda Azərbaycanın gələcəyinə də təsir edəcəyini vurğulayırdı. Onun qələmə aldığı məqalələr və çıxışları sonralar Azərbaycanın siyasi tarixində mühüm yer tutdu. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev yenicə inşa etdirdiyi binanı xəstə əsirlər üçün qospital kimi istifadəyə verdi. Bununla yanaşı, digər xeyriyyəçilər Murtuza Muxtarov Bakının imkanlı ailələri və ümumiyyətlə müsəlman türk əhalisi əsirlərə yardım edirdi. Hacı Zeynalabdin Tağıyev yalnız bina verməklə kifayətlənmədi, həm də dərman və tibbi personal təmin etdi. Onun təşəbbüsü ilə xəstə əsirlər üçün xüsusi müalicə planı tərtib olundu. Bu yardımlar nəticəsində sağ qalan əsirlər qısa müddət ərzində öz güclərini bərpa etdilər. Sağ qalan türk zabitləri
çavuşları və əskərləri 1918-ci ildə Qafqaz İslam Ordusu sıralarına könüllü yazıldılar. Onlar Azərbaycanı erməni qətliamından və İngilis işğalından xilas etməyə gəldilər. Qanları bahasına Bakını azad edən bu qəhrəmanlar bir zamanlar burada işgəncəyə məruz qalan əsirlər idilər. Onlar Azərbaycanlıların köməyini heç vaxt unutmadılar. Bu hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və Osmanlı türkləri arasında qardaşlıq bağları sarsılmazdı. Qafqaz İslam Ordusunun qəhrəmanları Azərbaycanın taleyini dəyişdi və müstəqilliyinin əsasını qoydu. Nargin adasının tarixi yalnız işgəncələr və ölüm deyil, eyni zamanda fədakarlıq, mərhəmət və qəhrəmanlıq tarixidir. Sona xanım Hacıyeva, Qoçu Musa, Nəriman Nərimanov, Hacı Zeynalabdin Tağıyev və digər xeyriyyəçilər bu tarixin unudulmaz simalarıdır. Bu sənədli filmin ikinci bölümü bu şanlı tarixi yenidən canlandırır, gələcək nəsillərə ötürür və unudulmuş qəhrəmanları yad edir. Bu faciələr və qəhrəmanlıqlar tarixdə yaşamalı, yeni nəsillərə çatdırılmalı və heç vaxt unudulmamalıdır.